Deməli, başladıq amin turşuları. Amin turşusu nədir? Deyirik ki, ümumi formulunu CN, H2N, NH2, COOH şəklində və yaxud da CN, H2N plus 2 NCOOH şəklində göstərə bilərik ki, amin turşuları dedikdə molekulunda bir hidrogen atomu karboksil qrupu, yəni COOH qrupu ilə, bir hidrogen atomu da amin qrupu ilə birləşən üzvü maddələrdir. Yəni, amin turşuları doymuş karbohidrogen radikalından, biz doymuş amin turşularından söhbət edirik, amin qrupundan və karboksil qrupundan ibarət olur ki, amin turşuları üzvü maddələrdir. Amin turşuları tərkibində həm amin qrupu, həm də ki, karboksil qrupu saxladığına görə biz onlara amfoterlər deyirik. Yəni, amfoter xassəli maddələr deyirik. Amin turşuları amfoter xassəlidir. Amfoter xassəli nə deməkdir? O deməkdir ki, həm əsasla reaksiyaya girir, həm turşu ilə reaksiyaya girir. Çünki bunların tərkibində həm amin qrupu var ki, amin qrupu əsasi xassə daşıyır. Karboksil qrupu isə turşu xassəsi daşıyır. Amin qrupuna görə reaksiyaya girir turşularımız ilə, karboksil qrupuna görə isə reaksiyaya girir əsaslarımız ilə, əsasi xassəli maddələrimiz ilə. Biz amin turşularını müxtəlif növ bölə bilərik. Misal üçün, tərkibində əgər bir dənə amin qrupu, bir dənə də karboksil qrupu varsa, buna monoamin karbon turşusu deyirik. Yox, tərkibində 2 dənə amin qrupu, bir dənə karboksil qrupu varsa, diamin, yəni amindən 2 dənədir, karbon turşusu deyirik. Yox, əgər amindən bir dənə, karboksil qrupundan 2 dənədirsə, monoamin dikarbon turşusu deyirik. Yəni, burada amin qrupundan, karboksil qrupunun sayından asılı olaraq amin turşularını bir neçə hissəyə bölə bilirik ki, bizim bu günləri öyrənəcəyimiz amin turşularımız monoamin karbon turşusudur. Yəni, karboksil qrupundan da bir dənədir, amin qrupundan da bir dənə olanlardır ki, onlar haqqında geniş danışacağıq. Gəlirik indi bu amin turşularının nümayəndələrinə və onlardakı izomerliyə və s. Deməli, amin turşularının formuluna əsasən bir hesablamamızı aparaq. Deməli, ümumi formulu CnH2, NH2 və COOH-dır. Düzdür? Biz bu molekul kütləsini hesablayanda deyəcəksiniz 14-ün üstə gəlinsin. NH2-nin kütləsi 16-dır, COOH-ın da kütləsi 45 olmalıdır. Bunları da toplayanda 14-ün plus 61-dir yəni. Sigma rabitə sayını istəsəz, yenə atom sayını toplayıb çıxın biri sigma rabitə sayını tapacaqsınız burada. Doymuş olduğuna görə karbohidrogen radikalındakılar sp3 hibridləşmə vəziyyətindədir karbon atomları. Karboksil qrupundakı isə deyirik ki, sp2 hibridləşmə vəziyyətindədir. Amin turşularının ilkin nümayəndəsi glisindir. Baxın, glisinin formulunu hər kəs əzbər bilsin. O qədər çox düşür ki, burada amin turşuları sənə adlandırma hissəsi az düşür, amma glisindir, alanindir, bunların formulu çox düşür. Glisinin formulunu belə yadda saxlayın. Bir dənə karbon atomu götürün, ona bir dənə metil radikalı birləşdirin, bir dənə karboksil radikalı birləşdirin, bir dənə NH2 birləşdirin, bir dənə də hidrogenin qoyun. Bu olur glisin. Mən CH3 niyə yazdım? Alaninlə glisin səhv yazdım, üzr istəyirəm. Bir dənə səhv yazdım. Beynimdə glisin tutub alanin yazıram. CH2 sonra yazandan sonra dank edir ki, bu alanindir, glisin deyil. Bir dənə karbon atomu götürüb karboksil qrupu və amin qrupu birləşdiririk. Bunun da adı olur glisin. Yox, əgər bayaqları dediyim kimi alanində isə bir dənə karbon atomuna karboksil qrupu ilə amin qrupunu birləşdirəndən sonra bir dənə də CH3 birləşdiririk. CH3. Bəli, bir dənə karbon atomu, bir dənə karboksil qrupu, bir dənə də amin qrupu birləşərsə, bu glisindir. Bir dənə əlavə CH3 birləşərsə, bu alanindir.
Deməli, biz deyirik ki, qlisinin yalnız alfa forması mövcuddur. Niyə? Əvvəla bilək ki, bu alfa nədir, beta nədir, qamma nədir, sonra adlandırılmasına baxacağıq. Deyirik ki, bizim əgər karbon atomumuz karboksil qrupumuz, düzdür, baxın, burada yazıram. Əgər amin qrupumuz karboksil qrupundan sonrakı karbon atomuna birləşərsə, bu alfa amin turşusudur. Nədir? Alfa amin turşusudur. Yox, əgər bura yox, gedib bu biri ikinciyə birləşərsə NH2, bu olacaq beta. Betaya yox, gedib üçüncüyə birləşərsə NH2-miz, olacaq qamma. Aydın oldu? Üçüncüyə yox, gedib dördüncüyə birləşsəydi, buna biz sigma deyirik də, bura olacaqdı NH2. Aydın oldu? Alfa, beta, qamma. Siz bu üç turşunu bilin. Ondan sonrası onsuz da düşmür, prosto mən yazdım. Alfa, beta, qammanı bilin ki, karboksil qrupundan sonrakı birinciyə birləşirsə alfa amin turşusudur, ikinciyə birləşirsə beta amin turşusudur, üçüncüyə birləşirsə qamma amin turşusudur. Aydın oldu? Qlisinin, alaninin formulunu əzbərə bilməlisiniz. Qlisinin yalnız alfa forması var deyə deyirsiniz, glisindir bu. Amma alaninin iki forması var. Alanində əgər karboksil qrupundakı karbon atomu karboksil qrupundan sonrakı karbon atomuna amin qrupu birləşərsə, bu alfadır. Yəni bu olduğu kimi. Yox, mən götürüb amin qrupunu birinciyə yox, ikinciyə birləşdirsəydim, belə olasaydı formulu, bu olacaqdı beta. Aydın oldu? Beta alanı. Rüqəyya, birinci qrupa Sevana o qədər çox düşür ki, deyir hansı alfa amin turşusudur, hansı betadır, hansı qammadır. Karboksil qrupundan birinciyə birləşibdirsə NH2 qrupu, bu alfadır, ikinciyə birləşibdirsə betadır, üçüncüyə birləşibdirsə qammadır. Aydın oldu? Afərin. Sonra deyirik ki, bizim əmin turşularımızı tarixi və səmərəli və beynəlxalq adlarından istifadə edirik. Gəlin indi o adlandırılmasına baxaq. Tarixi adlandırmada glisin və alanin formullarını yazdım. Səmərəli adlandırmada biz əvvəla karboksil qrupundan başlayaraq nömrələməyə başlayırıq. Yəni misal üçün düzdür. Bunun adını deyəcəyik ki, nömrələməyə başlayanda. Karboksil qrupundan sonrakı karbon atomlarına bayaq dediyim kimi alfa, beta, qamma qoyacağıq. Hansına birləşdi? Betaya birləşdi. Deməli, bunun adı nə olacaq? Beta amin. Nə qədər karbon atomu var? 4 dənə karbon atomu var. Ona görə deyirik ki, beta amin butan turşusu. Niyə? Çünki uzun zəncirində 4 dənə karbon atomu var. Aydın oldu? Amma beynəlxalq adlandırmada isə, misal üçün, belə qoydum. Karboksil qrupundan başlayaraq nömrələyirik. 1, 2, 3, 4, 5. Adlandıranda deyirik ki, amin qrupu neçənci karbon atomuna birləşib? İkinci. Ona görə yazırıq 2 amin. Düzdür. Sonra radikalların adını deməyə başlayırıq. Radikallar hardadır? Üçüncü karbon atomuna 2 dənə radikal birləşibdir deyə. 3 dimetil. Ən uzun zəncirin 5 dənədir deyə pentan turşusu. Aydın oldu? 2 amin, 3 dimetil pentan turşusudur. Aydın oldu?
dəqiqə uşaqlar. Hə, deməli, indi qulaq asın. Deməli, biz deyirik ki, bizim maddəmiz budur. Beynəlxalq nomenklaturaya görə adlandırırıqsa, 1, 2, 3, 4, 5 nömrələyirik. Nömrələdikdən sonra isə görürəm ki, neçənci karbon atomuna birləşibdir amin qrupu? 3-cü. Ona görə yazıram 3 amin. 5 dənə karbon atomu varsa, daha sonra metil radikalına baxıram CH3-ə. Əvvəlcə radikallara baxıb sonra turşunun adını deyəcəm. Görürəm ki, ikinci karbon atomuna metil radikalı birləşibdir deyə 3 amin, 2 metil. 5 dənə karbon atomu var deyə yazıram pentan turşusu. Və adı olur 3 amin, 2 metil pentan turşusu. Aydın oldu? Daha sonra keçirik davamına. Bunları da dedikdən sonra, beynəlxalq nomenklaturaya görə də adlarını dedikdən sonra keçirik amin turşularında izomerlik hadisəsinə. İzomerlik hadisəsi dedikdə bayaqları yazmışdım sizə. Həm alfa alanini yazmışdım, həm beta alanini yazmışdım. Yəni amin qrupunun yerləşməsinə görə bunlarda izomerlik yaranır ki, biz bu izomerliyə vəziyyət izomerliyi deyirik. Karboksil qrupu ilə amin qrupunun bir-birinə nəzərən yerləşməsinə görə vəziyyət izomerliyi yaranır. Yəni necə? Bayaq dediyim kimi alfa alanin, beta alanin. Yazaq. Əgər NH2 bura birləşibdirsə, bu olur alfa alanin, NH2 ikinci karbon atomuna birləşsəydi, olacaqdı beta alanin. Alfadır, bu betadır çünki. Aydın oldu? Bir dəqiqə uşaqlar. Fərəhə bir dənə şey eləyim, gəlirəm. Bunları bildikdən sonra alfa ilə betanın vəziyyətini, quruluş izomerliyi, vəziyyət izomerliyini dedikdən sonra keçirik quruluş izomerliyinə. Quruluş izomerliyi isə deyirik ki, karbon zəncirinin quruluşuna görə yaranır. Misal üçün deyək ki, 4, 5 dənə. Bunun adı, yəni hidrogenlərinin də sayını qoysaq, burada H-dır, CH3. Bunun adı 2 amin pentan turşusudur. Yox, əgər biz 2 amin pentan turşusunun quruluş izomerini yazmaq istəyiriksə, deməli amin qrupunun sayı, yəni ikinci karbon atomunda olması dəyişmir. Dəyişən hissə başqadır. Dəyişən hissə quruluşudur. Yəni misal üçün, baxın bu sondakı CH3-ü gətirirəm burdakına. O zaman belə olur. CH3, CH, CH3, CH, NH2, COOH. Bu zaman isə bunun adı 1, 2, 3, 4 kimi nömrələsək, 2 amin, 3 metil butan turşusu. Aydın oldu? Bu da olur quruluş izomerliyi. Bir də var amin turşularında siniflərarası izomerlik ki, amin turşuları nitro birləşmələri ilə siniflərarası izomerdir. Misal üçün, 2 amin butan turşusu 1 nitro butan ilə siniflərarası izomerdir. İndi nitro qrupu da bilirsiniz də. Düzdür, keçmişik bundan əvvəlki dərsimizdə. Yazaq qoy onu da. Fikir versəniz görərsiniz ki,
Amin turşusu ilə nitro qrup arasında eyni qədər karbon atomu var, eyni qədər azot atomu var, eyni qədər oksigen atomu var. Bu o deməkdir ki, amin turşuları ilə nitro birləşmələrimiz siniflərarası izomerdir. Aydın oldu? Sonra gəlirik optik izomerliyə. Sadəcə optik izomerliyimiz qaldı. Optik izomerlik nədir? Optik izomerlik əgər maddənin tərkibində bir karbon atomuna müxtəlif 4 radikal birləşibsə, bu optiki izomerdir. Həmişə sual kimi düşər ki, sizə ən minimal sayda karbon atomu olan optiki izomerlik, ən minimal sayda optiki izomerlik olanda fikirləşin ki, bir karbon atomuna bir dənə COH-ı birləşdirin. Bir dənə NH2-ni birləşdirin, bir dənə hidrogen atomunu birləşdirin, bir də CH3-ü birləşdirin. Hansı maddə alındı? Alfa alanin alındı. Deməli, bildiyimiz alfa alaninimiz nədir? Optiki izomerdir. Aydın oldu? Optiki izomer bir karbon turşusuna müxtəlif 4 radikalın birləşməsindən əmələ gəlir. Bunlar da oldu bizim amin turşularımızın izomerliyi və s. Keçək indi amin turşularının alınması üsulları. Amin turşuların alınması bizim bir əsaslı karbon turşularımızın halogenli törəmələrinə amoniak ilə təsir etməklədir. Hətta bu reaksiyanı məndən Tofiq, həm də sizin qrupda da kimlərsə soruşmuşdu dərs zamanı. Bu reaksiyalar düşür. Flor, COOH. Üzərinə NH3 gələndə elə bilin ki, NH3-dən bir dənə hidrogen atomu H xloru götürür, H xloru əmələ gətirir. Buradakı qalan NH2 də gəlir CH2-yə birləşir və nəticədə bu alınır. Plus H xlor. Plus H xlor. Bu da olur bizim amin turşumuz. Ardınca keçirik. Başqa birini də yaza bilərik. Buradan da alınır yenə. Florun əvəzinə NH2 birləşir. Plus H xlor. Deməli, bunun da adı olur 3-amin butan turşusu. Yəni, xloru götürüb yerinə NH2-ni birləşdirirsiniz. Bundan başqa isə zulalları indi keçəcəyik. Zulallarımız alfa-amin turşularından təşkil olunur. Zulalların tuz mühitdə hidrolizindən alfa-amin turşuları alınır. Bu iki üsul bizim amin turşularımızın alınma üsullarıdır. Fiziki xassələrinə gəldikdə, amin turşuları suda yaxşı həll olan, şirin dada malik kristal maddələrdir. Onların suda məhlulları elektrik cəryanını keçirdir. Dedik ki, suda həll olma qabiliyyətləri yaxşıdır, şirin dada malik kristal maddələrdir. Suda məhlulları elektrik cəryanını keçirdir. Molekul kütlələri artdıqca qaynama temperaturu, ərimə temperaturu, sıxlığı artır. Turşuluq xassəsi molekul kütləsi artdıqca azalır, həll olması azalır. İzomerlərinin sayı bütün birləşmələrdə olduğu kimi bunlarda da get-gedə artır. Bunlar amfoter xassəli olduğuna görə həm turşular ilə reaksiyaya daxil olurlar, həm əsasları ilə reaksiyaya daxil olurlar. Yəni, həm turşuların xüsusiyyətlərinə malikdir, həm də ki, həm turşuların xüsusiyyətlərinə malikdirlər, həm əsasların xüsusiyyətlərinə malikdirlər. Turşular kimi xassə dedikdə onların natrium ilə, natrium OH ilə reaksiyaları nəzərdə tutulur. Bir dəqiqə. Əsaslar ilə metallar ilə reaksiyaya girir. Necə ki, metallar ilə normal turşularımız reaksiyaya girib duz əmələ gətirirdisə, hidrogeni çıxara bilən metallar ilə, həmçinin amin turşularımız da belədir. Deməli, mən bura qlisinin üzərinə natrium metalını gəlsəm, burada artıq glisinimiz karbon turşularımızda olduğu kimi gəlib hidrogeni, natriumumuz gəlib glisindəki hidrogeni, karboksil qrupundakı hidrogeni çıxardacaq. Və reaksiya nəticəsində alınasıdır, baxın, belə bir maddə. Yəni, duz alınacaq. Və yaxud da natrium OH-la reaksiyaya girsə, amin turşumuz, bu zaman necə natrium OH ilə, yəni turşu ilə əsas arasında gedən reaksiyada duz və su alınırsa, həmçinin burada da duz və su alınasıdır.
Aydın oldu uşaqlar? Sonra isə turşu kimi xəssələri dedikdə, əsasi xəssə dedikdə isə deyirik ki, əsasi xəssələrimizdə isə, bizim bu turşularımız reaksiyaya girir. Əsasi xəssə amin qrupuna görə turşularımız ilə yenə duz verirlər. Yəni misal üçün, qlisinin üzərinə gəlsəm mən H-xloru, artıq burdan duz almasıdır. Onu da yazaq. Reaksiyamızdan H-xlor ilə necə digərləri, amin turşularımız və sairə əsas kimi birləşmə reaksiyasına daxil olurdusa, burada da elə birləşmə reaksiyasına daxil olacaq. Bu zaman bunu belə yazırıq. CH2NH2 vurulsun H-xlor və yaxud da H-xloru NH2-yə birləşdirib yaza bilərik NH3 xlor kimi. Amma əsasən bu şəkildə yazılır. Yəni birləşmə reaksiyasına daxil olur. Bir də əvvəldə demədim ki, onlarda turşu xəssəsi kimi spirtlər ilə efirləşmə reaksiyasına daxil olurlar. Necə ki, bizim turşularımız, üzvü turşularımız, oksigenli turşularımız, spirtlərimiz ilə mürəkkəb efirləşmə reaksiyasına daxil olursa, bizim amin turşularımızda, misal üçün etil spirtimiz ilə efirləşmə reaksiyasına daxil olur. Bu zaman turşular ilə spirtlər arasındakı reaksiyada olduğu kimi spirtdən hidrogen, digərindən OH qopur və nəticədə mürəkkəb efir əmələ gəlir və 1 mol su. Yəni turşular kimi mürəkkəb efirləşmə reaksiyasına da xasdırlar spirtlər ilə birgə. Və yaxud da deyirik ki, özlərindən zəif turşuların duzlarından çıxardırlar. Misal üçün, natrium karbonatın üzərinə glisin gəlsəm, glisin daha qüvvətlidir deyə karbon qazını duzundan çıxardacaq. Necə ki, bizim digər turşularımız passiv metallarımız ilə, mis ilə, civə ilə, gümüş ilə, qızı ilə reaksiyaya girmirdisə, bunlar da girmir. Bunlar oldu bizim əsasi və amfoter xəssəlilərimizə, yəni əsasi və turşu xəssəmizə uyğun reaksiyalarımız. Bir də var ki, bizim amin turşularımızın ümumi xəssələri. Ümumi xəssələri dedikdə deyirik ki, dipeptidin, tripeptidin, tetrapeptidin, pentapeptidin, heksapeptidin, nəticədə polipeptidin əmələ gəlməsindən söhbət gedir ki, misal üçün yazaq. 2 amin turşusu, misal üçün dipeptidin alınmasını yazaq glisin misalında. İlk öncə bilməlisiniz ki, glisindən, baxın, glisinin formulunu yazaq. Daxili duz əmələ gələ bilər. Necə? Karboksil qrupundakı, axı bu NH2 amin qrupudur, karboksil qrupu da turşu qrupudur. Turşu qrupundakı hidrogen ionu çıxıb gedir NH2-nin üzərinə və burada daxili duz, yəni bipolyar ion əmələ gəlir. Biri turşu xəssəsidir, biri əsasi xəssədir deyə. Biz bu maddəyə, yəni hidrogeni karboksil qrupundan çıxardıb NH2-nin üzərinə veririksə, bu daxili duz adlanır, yəni bipolyar ion adlanır. Bu olur onun xəssələrindən, reaksiyalarından biri. İndi keçirəm dipeptidin, tripeptidin alınmasını. Dipeptidin, tripeptidin alınmasında isə bir dənə glisenini götürürük, baxın diqqətlə. Reaksiyaya veririk digər glisin molekulu ilə. NH2-ni bu cür yazacağam ki, başa düşün, açıq şəkildə yazacağam, yəni. CH2SOOH. Bu zaman birinci amin turşusunun birindən OH qopur, karboksil qrupundakı. Digərindən isə NH2-dəki hidrogenin biri qopub suyu verir. Və nəticə etibarilə bunları bir-biri ilə birləşdirirsən. Üstə gəliyəni olur NH2, CH2, CO. İndi CO-nu burada biz açıq şəkildə belə yazmırıq, aşağıya 2 qat rabitə ilə birləşdiririk. Çünki buradakı azot karbon atomuna birləşir. Düzdür, yazım. NH, CH2, COOH.
Deməli, dipeptidin əmələ gəlməsi belədir. Turşunun birindən peptid rabitə əmələ gələn zaman OH qopur karboksil qrupundan, NH2 qrupundan isə hidrogen qopur. Bizim burada CONH hissəmiz var. Ha, baxın, işarələdim. Bu bizim peptid və yaxud da amid rabitəsi adlanır. Peptid və yaxud da amid rabitəsi, misal üçün, dipeptiddə bir dənədir, tripeptiddə 2 dənədir, tetrapeptiddə 3 dənədir və s. İndi deməli, biz necə müəyyən edirik? Yadınızda saxlayın. Əgər eyni amin turşusudursa, onun dipeptidini almaq istəyirəmsə, həmin amin turşusunun kütləsini vuracaqsınız 2-yə, çıxacaqsınız 1 mol suyu. Niyə? Çünki bunlar bir-biri ilə reaksiyaya girib, 1 mol maddə verir və 1 mol su çıxır dipeptidində. Tripeptidində isə 2 mol su çıxacaq. Yəni amin turşusu 3 dənə olanda öz sayından 1 vahid az su çıxacaq. Tetrapeptiddə 4 deyil tetra. 4-dən 1 vahid az neçədir? 3-dür. Deməli 3 mol su çıxacaq. İndi gəlin bunları hesablayaq. Necə yazır? Baxın, ümumi şəkildə belə yazacağıq. Eyni amin turşusundan söhbət eləyirəm ha uşaqlar. 2 dənə amin turşusudursa, bir-biri ilə peptid rabitəsi əmələ gətirərək əmələ gəlir dipeptid, yəni D yazdım, üstə gəlinsin 1 mol su. İndi misal üçün amin turşusunun kütləsi mR-i 89 olan amin turşusunun dipeptidinin kütləsini hesablayın. Sual kimi verirəmsə, deməli 2-ni vuracaqsınız 89-a, burada 1 mol su alınıb axı. 2 vurursun 89-dan çıxacaqsınız 18-i, ayrılan suyu tapacaqsınız dipeptidin kütləsini. Və yaxud da bunun əksini də verə bilər sizə. Dipeptidin kütləsini verib, amin turşusunun kütləsini istəyər. Dipeptidin kütləsini təsəvvür eləyin ki, indi bir rəqəm deyək də, 18-i bölünən ədəd olsun üstünə gələndə. Deyək ki, misal üçün dipeptidin kütləsini 90 verir. Misal üçün deyirəm. Suyun kütləsini siz artıq özünüz bilirsiniz, 18-dir. Deməli, nə etməlisiniz? 90 üstün 18 gəlməlisiniz, 108. Amin turşusunun kütləsini istəyirsə, 108-i böləcəksiniz 2-yə, 54. Amin turşusu 54 imiş. Düzdür, 54 olan kütləsi yoxdur, amma da indi misal üçün bölünsün deyə elə dedim. Aydın oldu. Tripeptid desək, deməli 3 dənə amin turşusu bir-biri ilə reaksiyaya girib, verib tripeptid, üstə gəlinsin 2 mol su. Onda əgər amin turşusunun kütləsi 89-dursa, bu zaman tripeptidin kütləsini tapmaq üçün 3-ü vuracaqsınız 89-a, çıxacaqsınız 2 mol su alınıbdır deyə 18 vur 2-ni. Tetrapeptid desəydim, artıq 4-ü vuracaqdınız amin turşusunun 1 mol kütləsinə, çıxacaqdınız 3 mol suyu. Və yaxud da əksinə gedə biləcəydiniz. Aydın oldu? İndi bunlara aid məsələləri də test topludan çoxluca işləyəcəyik. Bildinizmi? Dipeptiddirsə, peptid rabitəsi 1 vahid az, 1-dir. Reaksiyadan alınan suyum da 1 moldur. Tripeptiddirsə, peptid rabitəsi 2-dir, ayrılan su da 2-dir. Yəni, qısaca, peptid rabitəsini polipeptid deyirəmsə, yəni peptid rabitə sayını N götürürəmsə, baxın, peptid rabitə sayı suyun mol sayına bərabərdir elə. Deməli, suyun da mol sayı N-dir. Amma amin turşusunun sayı bunlardan 1 vahid çox olur, N+1 olur. 5 pentapeptid deyirəmsə, yəni 5 dənə amin turşusunun reaksiyasını deyirəmsə, deməli orada 4 dənə peptid rabitəsi var və 4 mol su ayrılıbdır. Aydın oldu? İndi bunlara aid çoxlu məsələlərdə işləyəcəyik. İndi gəldik amin turşusu dedik ki, mühiti, lakmusu nə rəngə boyuyur? Monoamin karbon turşusundan söhbət edirəmsə, yəni misal üçün glisindir, alanindir, yəni birləşmədə bir dənə karboksil qrupu, bir dənə NH2 qrupu varsa, o deməkdir ki, NH2 ilə COOH-ın sayı bərabərdir. Sayları bir-birinə bərabərdirsə, deməli mühit neytraldır. pH bərabərdir 7-yə neytral mühitdir. Neytral mühitdə lakmusun rəngi dəyişməyəcək. Yox, əgər NH2-nin sayı COOH-ın sayından böyükdürsə, deməli burada mühit pH
Əsasi mühit olacaq deyə 7-dən böyükdür. Amin qrupu əsaslığı xarakterizə eləyir axı. Deməli əsasi mühitdir. Yox, əgər NH2-nin sayı COOH-dan kiçikdirsə, pH kiçik olacaq 7-dən. Mühit də olacaq turş mühit. Aydın oldu? NH2-nin sayı çoxdursa mühit əsasidir. COOH-ın sayı çoxdursa mühit turş mühitdir. Bərabərdirsə neytral mühitdir. Aydın oldu? Keçirik zülallara. Uşaqlar, zülalların tərkibində həmişə yalnız alfa amin turşuları var. Nə var? Alfa amin turşuları var. Beta amin turşusu ola bilməz. Glisindir, alanindir. Bunların hər biri alfa amin turşularının tərkibində olur. Bildinizmi? Zülalların nisbi molekul kütlələri çox böyük olur. Misal üçün, yumurta ağının tərkibinə daxil olan albumini biz buna zülala misal göstərə bilərik ki, onun kütləsi təqribən 40 minə yaxın, 36 min olmalıdır. Sonra əzələlərimizdə zülallar olur, bədənimizin müxtəlif yerində zülallar olur. Bilirik ki, bizim orqanizmimizi zülal, karbohidrat və yağ təşkil edir. Yəni, zülallar bizim quruluş vahidlərimizdən biridir. Zülallar quruluşuna görə 4 qrupa bölünür. İlkin quruluş, ikinci quruluş, üçüncü və dördüncü quruluş. İlkin quruluşda deyirik ki, polipeptid zəncirində müxtəlif alfa amin turşularının qalıqlarının növbə ilə təkrar olunması ardıcıllığına zülal molekulunun ilkin quruluşu deyilir. Yəni, 1000 dənə alfa molekulu, 2000 dənə alfa molekulu sıra ilə bir-bir düzülür, peptid rabitəsi əmələ gəlir ki, biz birinci quruluşunu peptid rabitəsi olduğunu deyirik. İkinci quruluşunda isə deyirik ki, zülal molekulunun əsas zəncirindəki bir qat rabitələr ətrafında fırlanma mümkün olduğundan həmin molekul fəzzada müxtəlif formalar ala bilir ki, həm də digər tərəfdən müxtəlif peptid rabitələrinin karbonil, yəni CO və NH, albumin bəli 36 mindir. CO və NH qrupları arasında hidrogen rabitəsi yarana bildiyindən zülal molekulunda fəzzada bu cür forması yəni bu fırlanma nəticəsində əmələ gələn formalarından biri davamlılıq əldə edir. Və bunun nəticəsində həm peptid rabitəsi, həm də hidrogen rabitəsi əmələ gəlir ki, bu zülalın ikinci quruluşudur. Aydın oldu? Üçüncü quruluşunda isə zülal qruplarının təbiətindən asılı olaraq tərkibində müxtəlif funksional qruplar olur ki, misal üçün amin turşusudur, COOH-dır, NH qrupu olur, CO qrupu olur, CH qrupu, yəni kükürt olanlar olur ki, bu bizim qruplarımız, yəni üzvü funksional qruplarımız bir-biri ilə reaksiyaya daxil ola bilərlər ki, bunun nəticəsində zülalın müxtəlif hissələrində bu qruplar bir-birlərinə tikilmiş formada olurlar ki, bu da zülalın üçüncü quruluşu adlanır. Üçüncü quruluşu deyirik ki, hidrogen rabitəsi həm də karboksil qrupu ilə NH2 arasında baş verən reaksiya nəticəsində duz körpücüyü əmələ gətirməklə xarakterizə olunur. Həmçinin də bizim bu CH-ların bir-biri ilə reaksiyasından disulfid əmələ gəlir. Bu da üçüncü quruluşu bizə xatırladır ki, üçüncü quruluş da bunlardır. Və gəlirik kükürt körpücü, yəni kükürt atomları arasında duz körpücüyü həmçinin də əmələ gəlir. Belə də deyə bilərik. Və nəticədə gəlirik ən sonuncu quruluşuna. Zülal molekulları dördüncü quruluşunda bir-biri ilə birləşərək daha iri molekullar əmələ gətirir. Yəni monomerləri birləşərək makromolekullar əmələ gətirir ki, biz də buna iri molekullu polimerlərin əmələ gəlməsinə deyirik. Və nəticədə zülalın dördüncü quruluşu nəticədə gəlib əmələ çıxır. Ki, siz bunlardan düşürmü? Yox, bu qədər əzbər bilməyinizə ehtiyac yoxdur. Sadəcə bilməlisiniz ki, bu qədər danışıqdan birinci quruluşunda ilkin quruluş adlanır, peptid rabitəsi əmələ gəlir. İkinci quruluşunda həm peptid rabitəsi, həm hidrogen rabitəsi əmələ gəlir.
Üçüncü quruluşunda duz körpücüyü, o sözü cümlə kimi quranda səhv deyirəmsə üzr istəyirəm. Duz körpücüyü əmələ gəlir. Dördüncü quruluşunda isə iri molekullar birləşərək iri molekullar əmələ gəlir. Baxın, belə də qeyd edə bilərsiniz. 1-də peptid rabitəsi, 2-də həm peptid, həm hidrogen rabitəsi, 3-də duz körpücüyü, 4-də isə iri molekullu birləşmələr. Keçirik zulalların təyininə. Bunu əzbərə bilməlisiniz. Zulallarda üzərinə qatı nitrat pulsu tökəndə orada sarı rəng əmələ gətirir ki, bu zulalın tərkibində benzol nüvəsinin olduğunu sübut eləyir. Zulalların tərkibinə mis sulfatla natrium OH gəldikdə qırmızı bənövşəyi rəng əmələ gətirir ki, bu peptid rabitəsini təsdiqini tapır ki, burada peptid rabitəsi var, təyini reaksiyasıdır. Tərkibinə qurğuşun asetatı ilə natrium OH qarışığı əmələ gəldikdə isə qara rəng əmələ gəlir. Yəni qurğuşun sulfid əmələ gəlir ki, bu da onu göstərir ki, zulalın tərkibində kükürt var. Bir də zulal yandıqda yanmış lələc qoxusu verir. Bunların hər birini əzbərləməliyik. Aydın oldu? Bu dediklərimin hamısını da atacağam. Yazmadım, yazsam uzun gedərdi çünki. Aydın oldu bu dediklərim.